Dostlarım, salam. Bu videoda sizə Canon saytı haqqında məlumat verəcəm. Canon xüsusi olaraq Azərbaycan üçün hazırlanmış yatırımlı bir saytdır və bu video bir reklam olduğu üçün yatırım edib eləməmək sizə qalıb. İlk öncə qeydiyyatdan keçirik. Qeydiyyatdan keçəndə sizə göstərdiyim məlumatları daxil edirsiniz və qeydiyyat tamamlayırsınız. Sayt sizi avtomatik olaraq ana səhifəyə yönləndirir. Ana səhifəyə gəldikdən sonra sayt sizə öz haqqında məlumat verəcək. Yəni ilk açılan pəncərədə öz haqqında məlumat verir. Həm məlumatları oxuya bilərsiniz. Saytda iki cür qazanc növü var. Bir yatırımlı formada, bir də dostlarınızı dəvət edərək pul qazana bilərsiniz. Yəni dostlarınız gəlib yatırım edir, siz pul qazanırsınız və yaxud özünüz yatırım edib müəyyən VIP paketlər var. Həmin VIP paketlərdən alıb pul qazana bilərsiniz. Mən saytda sizə yatırımlı formada necə pul qazanmaq olar onu göstərəcəm. Onun üçün də 25 manat yatırım olunub mənim hesabıma və siz də 25 manat yatırım eləsəz nə formada pul qazana bilərsiniz. Videoda onu görəcəksiniz. Onun üçün ilk öncə sayta yatırım eləməliyik. Yatırım Emon vasitəsilə edilir. Yatırım eləyəndən sonra hardasa bir müddət sonra pul sizin hesabınıza oturur. Əgər oturmasa, problem olsa, o zaman dəstək xidməti ilə əlaqə saxlayırsınız. Videonun davamında mən dəstək xidmətində sizə göstərəcəm nə formada əlaqə saxlamaq olur. Emon ilə yatırım edərkən diqqət edəcəyiniz şey bir düzgün nömrəyə yatırım eləməkdir. Orada qeyd olunan nömrə və xüsusi kod var. O kodu qeyd bölümünə yazırsınız və o formada yatırım edirsiniz və dəstək xidməti bunun sizin yatırımınız olduğunu bilir. Ona görə də hesabınızı artırır, yəni balansınız artırır. Balansınız artandan sonra artıq yatırımlı paketlərə baxa bilərsiniz. Orada bir çox yatırım paketi mövcuddur. Hərəsində qiyməti ayrıdır. İstədiyiniz, yəni cibinizə uyğun olan yatırım paketini seçib ona yatırım edə bilərsiniz. Təbii ki, yatırım paketlərinin qiyməti fərqli olduğu kimi qazancı da fərqlidir. Daha az yatırım məbləği tələb edən paket daha az qazandırır normal olaraq. Daha yüksək qiymətə malik olan paket daha çox qazandırır. Bundan əlavə sayta hər gün giriş eləyərək heç bir yatırım eləmədən günlük 10 qəpiyə qədər mükafat ala bilirsiniz. Onlar da birləşib çıxarış məbləğinə çatdıqda onu da çıxarış edə bilirsiniz və yaxud hər gün saat 00-da balansınıza keçən pulla, yəni 25 manat yatırım eləmişsiniz və həmin yatırım paketinə gələn pulun üzərinə günlük girişinizin də pulu əlavə olunub, o formada pulu çıxarış edə bilirsiniz. Və təbii ki, mükafatlar bölümü də var. Mükafatlar bölümündən də 8 manat məbləğində mükafat əldə elədikdən sonra pulu çıxardıb öz çıxarış balansınıza əlavə edə bilirsiniz. Pul çıxarışı da çox asandır. Pul çıxarışın müəyyən banklar var. Həmin banklara pul çıxarış səhifəsində bunu görürsünüz. Və yaxud Emon vasitəsilə rahat bir formada çıxarış edə bilirsiniz. Ödənişlər avtomatik yerinə yetirilir. Yəni bu hansısa bir yoxlanışdan keçmir, birbaşa təyin elədiyiniz hesaba pul göndərilir. Yəni saat 00 olduqdan sonra, məsəl üçün mən indi yatırım eləmişəm, indi 12 civarıdır saat. Mən artıq 12 saatdan sonra, yəni gecə yarısı pul çıxarışı eləyə biləcəm. Yəni saat 00 olan kimi mən öz pulumu tələb eləyib və onu da çıxarış formasında Emon hesabıma göndərəcəm. Bu proseslərdə çətinlik baş verərsə dəstək xidməti var və yaxud Telegram qrupu var. Qrupda digər insanlarla bu məsələləri müzakirə edə bilərsiniz. Kimin nə qədər yatırım elədiyini öyrənə bilərsiniz və s. və yaxud dəstək xidməti ilə əlaqə saxlayıb hər hansı bir problem varsa onu həll eləmək üçün kömək istəyə bilərsiniz. Bunların hamısının linkini açıqlama bölümündə qeyd edəcəm və həmin açıqlama bölümündə qeydiyyat linkini də tapa biləcəksiniz. Dəvət kodu mütləq olduğuna görə aşağıdakı açıqlama bölümündən qeydiyyat olmalısınız. Əks halda qeydiyyat olmaq mümkün deyil. Bunu da qeyd edeyim ki, bu saytın digər saytlardan fərqi ondadır ki, bu da reklam olmağına baxmayaraq sırf Azərbaycan üçün hazırlanan bir saytdır. Amma yenə də təkrar edirəm, yatırım eləmək sizə qalıb, bu bir reklamdır. Mən reklam xatirinə yəni bu videonu hazırlayıram. Ona görə də elə məbləğlərlə yatırım edin ki, sonra peşman olmayasınız. Əslində onu belə bir şeydən də bilmək olur ki, məsəl üçün yatırım məbləği böyük olub, qazanc miqdarı az olanda böyük ehtimal o saytlar nisbətən daha uzun müddət ayaqda qalır. Yəni bunu da nəzərdə saxlayın. Amma yenə də yatırım eləyib eləməmək sizin qərarınızdır. Yəni buna özünüz qərar verin. Ümumi olaraq videoda gördüyünüz kimi sayta yatırım eləyirik, nə formada yatırım olur onu sizə göstərirəm. Yatırım elədikdən sonra çeki də mütləq şəkildə dəstək xidmətinə göndərməlisiniz. Orada şəkil üçün də yer var idi. Dostlarınızı nə formada dəvət edirsiniz, dəstək xidmətlə necə əlaqə saxlayırsınız və s. və s. Pul çıxarışına kimi mən bu videoda sizə göstərdim. Əgər hər hansısa bir sualınız olarsa, dəstək bölümü ilə əlaqə saxlayıb və yaxud videonun şərh bölümünə qeyd edə bilərsiniz. Mən bacardığım qədər sizə kömək eləməyə çalışacağam. Sayt haqqında başqa deyəcək bir şeyim yoxdur. Yəni
yəqin ki, bütün hər şeyi məlumat verdim sizə, sayt haqqında olan hər bir şeyi məlumat verdim. Artıq yatırım eləyib eləməmək sizin qərarınızdadır. Yəni istəsəz yatırım eləyin, istəməsəz yox. Video bu qədər. İnşallah növbəti videoda görüşərik. Sağ olun, salamat qalın.